Ulu Tanrı'nın adıyla. Sayın öğrenciler, salam, bu vaxtınız xeyir olsun. Azərbaycan türkçəsində 32 hərf vardır. İcazə buyurun, bu hərflərlə birlikdə tanış olaq. A. Azərbaycan. B. Babək. C. Cavidan. D. Daş yazı. E. Elçi bəy. F. Fuzuli. C. Cüd. H. Heyət. I. İldırım. J. Jurnal. Ç. Çoroğlu. L. Lale. M. Muciz. N. Nesimi. O. Oba. P. Pişəvəri. Q. Qız qalası. R. Rəsulzadə. S. Səttarxan. T. Təbriz. U. Urumugölü. V. Vurğun. X. Xan qızı. Y. Yaşıl yurt. Z. Zehtabi. Gördüğünüz kimi burada əlifbamız İngilis əlifbası ilə eynən bərabər, yalnız W hərfin İngilis əlifbasından silmişik. Demək, 26 İngilis hərflərinin birin siləndə 25-i qalar, buna da 7 hərfi artırsaq, Azərbaycan əlifbası təkmil olar. O 7 hərf ibarətdirlər. Ə. Ərdəbil. S. Çənlibel. G. Qərib. İ. İsmail Şah. Ö. Ötkün. Ş. Şəhriyar. Ü. Üzeyir. Bu 32 hərf 2 hissəyə, 2 bölümə bölünür. Birinci bölümü səslilər, ikinci bölümü isə səssizlərdən ibarətdir. Səslilər ibarətdirlər başqa hərfləri səssizdirlər. Səssizlər özləri iki yerə bölünürlər. Kar səssizlər, zinciltili səssizlər. Kar səssizlər ibarətdirlər P, F, K, Ç, X, Ş, S, T, H. Diqqət buyursaz, kar səssizləri tələffüz edəndə səs telləri titrəmir. Amma cinciltili səssizləri tələffüz edəndə səs telləri titrəyir.
Misal üçün B, D. Yoldaşlar, siz burada səslilər və səssizlər ilə tanış oldunuz. Səslilər öz növbələrində iki yerə bölünürlər. İncə səslilər, qalın səslilər. İncə səslilər ibarətdirlər. E, Ə, İ, Ö, Ü. Qalın səslilər. A, I, O, U. Bizim dilimizdə ən önəmli qaydalardan birisi səs uyğunluğu ya ahəng qanunudur. Demək, Azərbaycan türkcəsinin əsl sözlərində bir kəlmədə incə səsli ilə qalın səsli bir yerə yığışmaz. Misal üçün, biz deyirik qardaşım, demirik qardaşım. Niyə? Qardaşım sözündə, qardaşım kəlməsində iki səsli varımızdır. Onları birlikdə görək. A, I. Diqqət buyursaz, bu iki səsli, hər ikisi qalınlardan, qalın səslilərdəndirlər. Başqa bir misalda deyirik, bacım. Yenə də diqqət buyursaz, bacım kəlməsində iki səsli vardır. A, I. Bu iki səsli, hər ikisi qalındırlar. Ona görə bacım dedikdə A qalınlardan, I səslisi incələrdən gəlir və səs uyğunluğundan çıxır. Başqa bir misalda deyirik, İçirəm, mən su içirəm. İçirəm kəlməsində üç səsli vardır. İ, Ə. Diqqət buyursaz, hər üç səsli
incələr qrupundan gəliblər. Biz burada demirik içiram. İçiram dedikdə incə səsli ilə qalın səslini bir yerə yığmışıq və səs uyğunluğundan eşikdədir. Sözlər parça-parça deyilir. Hər parça bir hecadır. Hər hecada bir səsli vardır. Dünyada müxtəlif dillərin içində bir qayda vardır ki, yalnız Azərbaycan türkçəsində o qayda cavab verir. Bu qaydanın adı səs ardıcıllığıdır. Səs ardıcıllığı qaydası nə deyir? Səs ardıcıllığında hər kəlmə bir səsli ilə başlasa ya ilk hecada ki bir səsli gələcək, ondan sonra hər səsliyə icazə yoxdur o kəlmədə gəlsin. Misal üçün, kəlmənin ilk hecası E səsli ilə başlasa, ya kəlmənin ilk hecasında E səslisi olsa, kəlmə nə qədər də uzun olsa, bizim icazəmiz yoxdur. Əsil Azərbaycan türkçəsində hər səslini kəlməyə gətirək. Bəlkə yalnız Ə və İ səslisini gətirə bilərik. Bildiyiniz kimi 9 səsli varımızdır. Demək, 9 səsli ilk hecada gəlsə, ondan sonra hər səsli gələ bilməz. Bəlkə özünə məxsus olan qaydası ilə özəl, xas səslilər o kəlmədə gələ bilərlər. Biz bu qaydanı bir cədvəldə yerləşdirmişik. Birlikdə onlarla tanış olaq. Bir kəlmənin ilk hecası E səsi olsa, ardı hecaları Ə və İ səsləri ilə olmalıdır. Bir kəlmənin ilk hecası Ə səsi olsa, ardı hecaları Ə və İ səsliləri ilə olmalıdır. Bir kəlmənin ilk hecası İ səsi olsa, ardı hecaları Ə və İ səsliləri ilə olmalıdır. Bir kəlmənin ilk hecası Ü səsi olsa, ardı hecaları Ə, İ və Ü səsliləri ilə olmalıdır. Bir kəlmənin ilk hecası Ö səsi olsa, ardı hecaları Ə, İ və Ü səsliləri ilə olmalıdır. İkinci bölümdə qalın səsliləri yazmışıq. Hər kəlmənin ilk hecası A ya I səsliləri ilə gəlsə, ardı hecaları A və I səsliləri ilə gələcəklər. Hər kəlmənin ilk hecası O və U səsliləri ilə gəlsə, ardı hecaları A, I və U səsliləri ilə gələcəklər. Almaq, almaq, yurmaq, yemək, içmək, gəlmək. Gördüyünüz kimi bu 6 kəlmə hamısı məsdər idi. Ancaq bunların sonu ya maqdır, ya da mək. Nə zaman maq gələr, nə zaman
mək. Biraz diqqət buyursaz, görə bilərsiniz ki, qalın səsli olan kəlmələrdə məslərin sonu maq, incə səsli olan kəlmələrdə məslərin sonu məkdir. Bəzi kəlmələrin sonunda gələn hərflərin xas şəraiti. Misal üçün, G hərfi kəlmənin sonunda gəlsə və bir xas şəraitdə iki səsli arasına düşsə, G hərfi G hərfinə çevrilər. Deyirik, dodaq, dodağın, qulaq, qulağın. Gördüyünüz kimi, dodağın kəlməsində G hərfi iki səsli arasına düşdü. O iki səsli hansılar idilər? A, I. Eynən qulağında da bu şərait vardır. Başqa misal, ayaq, ayağım. Ancaq ayağı cəm bağlasaq, deyirik ayaqlar. Burada G hərfi başqa bir hərfə çevrilmədi. Niyə? Çünki G hərfi iki səsli arasına düşmədi. Bəlkə bir tayı səsli, bir tayı da səssiz oldu. Kəlmənin sonunda gələn T hərfi də bir şəraitdə iki səsli arasına düşsə, B hərfinə çevrilər. Amma o şəraitlər nədir? T hərfi artıq hecalı, yəni tək hecalı olmayan kəlmədə, çox hecalı kəlmədə iki səsli arasına düşsə, D hərfinə dəyişər. Misal üçün, deyirik, igid, mən igidi gördüm. İgidi gördüm kəlməsində T hərfi iki səsli arasına düşdü. Ona görə D hərfinə çevrildi. Əlbəttə, T hərfi tək hecalı kəlmədə, tək hecalı kəlmənin sonunda gəlsə, dəyişməz. Misal üçün, yat, yatıram. Sat, satır. Bu kəlmələrdə tək hecalı olduğuna görə T hərfi dəyişmədi. Əlbəttə, iki istisna kəlməmiz var. Onlar ibarətdirlər et, get. Et və get kəlmələri eyni halda ki, tək hecalıdırlar, ancaq istisna şəraitdə deyirik, edirəm, gedirəm, edirsən, gedir. Bəzi kəlmələrin sonunda gələn K hərfi də iki səsli arasına düşsə, ya C hərfinə, ya da Y hərfinə çevrilər. Misal üçün deyirik, çörək, çörəci aldın, ya çörəyi aldın. Ürək, ürəgin sənə qurban, ya ürəyin sənə qurban. Zaman darısqaldır həyat ötəri, parlaq gələcəyə tələsirəm mən. O qızlı oğlanlı nəvəli çağa, danışdığım dildə yazıb pozmağa, bəxtəvər anlara, bəxtəvər günə, dərəyə, təpəyə, bağçaya, bağa, gülüşlü üzlərə, bülbül səsinə, ruhumun ən gözəl mərtəbəsinə, payız yarpağı tək, zar-zar əsirəm, sevimli sabaha mən tələsirəm.
sözlər.